Quranda qızların ərə getmə yaşı var. Neçə yaşda o? Rüşd yaşıdır. Neçə? Rüşd. Rüşd nə deməkdir? Rüşd nə deməkdir? O deməkdir ki, bir qız ya da bir oğlan ona verilən sərvəti, malı xərcləyib ailəsini idarə edə bilərsə, o rüşd yaşına çatır. Diqqət elə, sonra fikir verin. Aha. Deyə bilərsiniz ki, müəllim, niyə konkret yaş göstərməyib? 15, 16, 17. Orada var ki, həddi buluğa çatmış, yaşı Yox, çatmış. büluğ başqa şeydir. O namaz yaşı ayrı. Mən rüşd yaşı deyirəm. Bu Nisa surəsindədir. Niyə konkret yaşı qoymayıb? Çünki hər insanın rüşd yaşı fərqlidir. Çox Sevinç doğru. xanım 18 yaşında ailəsini idarə etmək yetənəyinə sahib ola bilər. Zəki bir xanımdır. Pulunu da xərcləyər, ailəsində çəkər, çevirər, dolandırar. Elə adam var 80 yaşı var, rüşd yaşına çatmır. Heç ömür sonuna qədər çatmayanlar. Bəlkə bunu necə müəyyənləyəcək? Bax, Quran ayəni söyləyirəm sizə. Nisa surəsi. Hər kəs oxusun evində. Deyirlər Quranda evlilik yaşı yoxdur. Var, rüşd yaşı. Allah buyurur ki, diqqət edin Sevinç xanım. Hər şeyi göstərib bu Quran. Deyir onları sınayın. Necə sınayın? Yəni biz qızımızı sınayacağıq. Görək ki, bu evi idarə edə bilərmi? Qız sizin də evdə bilirsiniz ki, mənim bu qızım sabah ərə getsə, bu evini idarə edə bilərmi? Bu doğa bilərmi? Bu uşaq saxlaya bilərmi? Ailəsinin ərinin sərvətini çəkib, çevirib, ailəsini dolandırarmı? Bunu sınamaq çətin bir şeydir. 9 yaşında, 10 yaşında, 12 yaşında, 13 yaşında, 14 yaşında qızın bunları eləmə imkanı yoxdur axı. Yoxdur, əlbəttə yoxdur. Bax Allah deyir ki, rüşd yaşında ərə getsinlər. Rüşd yaşına çatdığında sınayın. Ki hələ sınayın. Bəli. Demir ki, rüşd yaşına çatdı. Hey, sına görə rüşd yaşına çatıb yoxsa yox? Biz bunu bilmirik. Götürüb qızları 13 yaşında ərə veririk. Üstəlik bunu Allahın əmri kimi insanlara deyirik. Deyir Allah deyib ki, peyğəmbər görmürsən, utanmadan, qızarmadan deyir ki, peyğəmbər Ayşənin 9 yaşında evlənir. Sevinç xanım, Allahın rəsulu, Allahın qoyduğu qanuna zidd hərəkət etməzdir. Allah deyir rüşd yaşında evlən, peyğəmbər 9 yaşında qızla evlənib. Yox, utanmırsan.